Kvaratskhelyanın qəsdən qətlə yetirilməsi işi açılıb. Təqsirləndirilən şəxslərdən biri Tornike Qaçaravaya itham penitensiar müəssisədə təqdim olunacaq. Digər təqsirləndirilən David Dekanozidze işi axtarışa veriləcək. Qətl 2015-ci ildə baş verib, prokurorluğun yaydığı bəyanatın təfərrüatları barədə Xatiyə Camalaşvili məlumat verəcək. NATO samiti çərçivəsində Vladimir Zelenski və Karol Navrutski görüşərək dialoqu davam etdirmək barədə razılığa gəliblər. Zelenski bildirib ki, Ukrayna və Polşanı ortaq təhlükə olan Rusiya birləşdirir və qarşılıqlı dəstəyin qorunması vacibdir. Görüş Navrutskinin Zelenskidən Ağ Qartal ordenini geri almasından sonra baş tutub. Bunun səbəbi Ukrayna ordusunun bir bölməsinə Ukrayna Üsyançılar Ordusu adının verilməsi olub. Milli Hərəkat Partiyasının rəhbərliyinin səlahiyyət müddəti başa çatsa da yeni qurultaya qədər fəaliyyətini davam etdirəcək. Qurultayın iyulun sonunda keçirilməsi planlaşdırılır. Paralel olaraq Mikhail Saakashvili həbsxanadan partiyada islahatlar aparacaq və özünü rəhbərlik edəcək İslahatçılar Şurasının yaradılmasını təklif edib. Bu plan siyasətçilər arasında müxtəlif reaksiyalar doğurub. Sabotaj işi üzrə təqsirləndirilən 8 siyasətçinin məhkəmə prosesi səhər saatlarından davam edir. Məhkəmə iclasında ittiham tərəfinin təqdim etdiyi 4 şahid, o cümlədən 2 müstəntiq dindirilir. Təqsirləndirilən şəxslərin bir qismi prosesdə iştirak edir. Onların sözlərinə görə cinayət işi tamamilə absurddur və 45 tomdan ibarət cinayət işində onlara qarşı irəli sürülən ittihamların təsdiqləyən heç bir sübut və ya dəlil mövcud deyil. Xatırladaq ki, Baş Prokurorluq Mikhail Saakashvili, Georgi Vaşadze, Nika Gvaramiya, Nika Meliya, Zurab Girçi Caparidze, Leni Xoşdariya, Mamuqa Xazaradze və Badri Caparidzeyə qarşı dövlət əleyhinə törədilmiş cinayətlər ittiham ilə cinayət təqibinə başlayıb. Georgi Vaşadze, Zurab Girçi Caparidze və Nika Gvaramiya barəsində qəti imkan tədbiri kimi 30 min lari, Mamuqa Xazaradze və Badri Caparidze barəsində isə 1 milyon lari məbləğində girov təyin edilib. Daxili İşlər Naziri Mtsxeta Mtyaneti polis departamentində işgüzar görüş keçirib. Nazir əməkdaşlarla yeni rəhbər polis vitse-polkovniki Georgi Samarğanişvilini təqdim edib. O bu vəzifədə Arçil Maxaradzeni əvəz edib. Maxaradze isə fəaliyyətini Daxili İşlər Nazirliyinin Operativ Təminat Departamentinin direktoru kimi davam etdirəcək. Görüşdə Nazirliyin fəaliyyətinin prioritet istiqamətlərinə xüsusi diqqət yetirilib. Mark Rutte bildirib ki, ABŞ prezidenti ilə digər NATO liderləri arasındakı fikir ayrılıqları alyansın zəifliyini deyil, demokratik gücünü göstərir. O vurğulayıb ki, ABŞ NATOya sadiqdir və müttəfiqlərin müdafiə xərclərini artırması haqlı tələbdir. Gürcüstan investisiya cəlb etmə üzrə qlobal reytingdə yüksələrək dünyada 12-ci yerə çıxıb. Chandler İnstitutunun hesabatına görə ölkə böyük yedilik dövlətlərinin və bir sıra Avropa ölkələrinin önündə qərarlaşıb. Reyting son 5 ildə birbaşa xarici investisiyaların həcmi əsasında hazırlanıb. ABŞ İranın təxminən 90 hərbi obyektinə hava zərbələri endirib. Hədəflər arasında hava hücumundan müdafiə sistemləri, raket və dron anbaları da olub. İran isə cavab olaraq Küveyt və Bəhreyndəki ABŞ bazalarına hücum etdiyini açıqlayıb. Nəticədə 3 nəfər həlak olub. ABŞ Suriyanı terrorizm dəstəkləyən dövlətlər siyahısından çıxaracaq. Dövlət katibi Marco Rubio'nun sözlərinə görə prezident administrasiyası artıq bu barədə konqresi məlumatlandırıb və qərar 45 günlük müddət başa çatdıqdan sonra qüvvəyə minəcək. Bundan əvvəl Donald Trump NATO samiti çərçivəsində Suriya prezidenti ilə görüşündə bildirib ki, sanksiyaların ləğvi Suriyanın bərpasına və beynəlxalq iqtisadi sistemə qayıtmasına imkan yaradacaq. Suriya 1979-cu ildən bu siyahıda yer alırdı. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, İsrail və Yunanistan liderlərinin Türkiyəyə F-35 təyyarələrinin satışı ilə bağlı tənqidlərinə cavab verib. O bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları faktiki olaraq aradan qaldırılıb və Ankara NATOda daha böyük məsuliyyət götürməyə hazırdır.